İngilis dilində bunlardan hansı geyinmək anlamına gəlir? Hər ikisi dostlar. Sadəcə aralarında kiçik bir fərq var. Nədir bunlar? Put on hal-hazırda hərəkət edir, üzərimə geyinirəm. Misal üçün, I am putting on my jacket. Düzdürmü? Mən ceket geyindim. I am putting on my jacket. Okay? Wear isə hal-hazırda üzərimdə olanı bildirir. Hal-hazırda üzərimdədir. I am wearing on my jacket. Okay? Hal-hazırda üzərimdə. Misal üçün, eynək taxırsan. I am putting on my glasses. Düzdürmü? Eynək taxıram. Və yaxud da wear isə I am wearing on my glasses. Gözümdə eynək var. Okay? Subscribe to kanal. Save and video. Bu kimi videonun davamı gəlməsini istəyirsinizsə kanalımıza abunə olmağı unutmayın.